Bunun tərəfi kimdir? Valideynlər və məktəbdə işləyən insanlar. Biz tənzimləyici qurumu və tənzimləyici qurum olaraq bu və ya digər halda əgər qanun pozuntusu baş veribsə, biz mütləq qaydada ona həmişə reaksiya vermişik. Mənə görə də bu o vaxta qədər davam edəcək ki, o vaxta qədər bizim cəmiyyət anlayacaq ki, bu cür davranış qəbul edilməzdir. Yəni mənim gördüyüm budur. Yəni biz bu prosesi hamı ilə bir yerdə getməliyik ki, məktəb daxilində müəyyən qaydalar var. O qaydalara əməl etmək hamının borcudur. Həm valideynlərin, həm təhsil işçilərinin, həm təhsil idarə edən şəxslərin. Siz düz başa düşün ki, 4500 məktəb və 1600 bağçada hər gün bəzi məktəblərdə bəzi valideynlər və bəzi təhsil işçiləri ilə bağlı bəzi hallar baş verəcək. Yəni bunu bir adam, bir qurum heç vaxt nəzarət edə bilməyəcək. Bunu biz bir dəfə başa düşə bilsək, biz düşünürüksə ki, bir nəfər nazirlik bunun, bir nəfər nazir 4600 məktəbə hər gün nəzarət edə bilər. Və mən buradan məsələn deyirəm ki, bir də belə eləməz. Bu belə olmayacaq. Yəni bunu başa düşmək lazımdır, xahiş edirəm. Amma bunu başa düşəndən sonra biz başa düşməliyik ki, bu vətəndaş davranış problemi. Nə vaxt ki, vətəndaşımız başa düşəcək ki, məsəl üçün 8 martda müəllimə hədiyyə vermək olmaz, ayıbdır. Nə vaxt ki, məktəbdə müəllimimiz bunu başa düşəcək, bəli, bizim cəmiyyətimiz dəyişəcək.